Əgər pensiya artımlarından vaxtında xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Azərbaycanda pensiyaların bölgələr üzrə fərqli tariflərdə ödənilməsi uzun illərdir müzakirə mövzusu olaraq qalır. Xüsusilə vətəndaşların gündəlik xərcləri, kredit öhdəlikləri, kommunal ödənişlər və digər maliyyə tələbləri fonunda bu fərqlər bəzən narazılıqlara səbəb olur. Bir çox insan üçün pensiyanın hansı gün hesabına köçürüləcəyi əvvəlcədən planlama baxımından olduqca vacibdir. Bəs pensiyaların ölkə üzrə eyni gündə və ya ən azı cəmi bir neçə gün fərqlə ödənilməsi nə qədər mümkündür? Bu mövzu ilə bağlı açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa qeyd edib ki, ideal halda pensiyalar vahid tarixdə ödənilməlidir və bölgələr arasında fərq qoyulması düzgün yanaşma sayılmır. Onun sözlərinə görə vətəndaşların gözlədiyi konkret bir tarix var və bu tarix onların maliyyə planlamasında mühüm rol oynayır. Bu səbəbdən ödənişlərdə fərqlərin olması əlavə çətinliklər yarada bilər. Deputat vurğulayıb ki, insanların kredit borcları, aylıq xərcləri və digər vacib ödənişləri müəyyən tarixlərə uyğun qurulduğu üçün pensiyaların gecikməsi və ya fərqli vaxtlarda verilməsi müəyyən narahatlıqlar doğurur. Bu baxımdan texniki imkanların yenidən nəzərdən keçirilməsi və ödənişlərin ya eyni gündə ya da ən azı çox qısa zaman fərqi ilə həyata keçirilməsi daha ədalətli və effektiv addım olardı. Hazırda Azərbaycanda pensiyalar regionlar üzrə mərhələli şəkildə ödənilir. Bunun əsas səbəbləri arasında bank infrastrukturunun bərabər səviyyədə inkişaf etməməsi və bəzi bölgələrdə texniki imkanların məhdudluğu göstərilir. Lakin son illərdə rəqəmsal ödəniş sistemlərinin genişlənməsi, bank xidmətlərinin daha əlçatan olması və texnologiyanın inkişafı gələcəkdə pensiyaların vahid tarixdə ödənilməsi ehtimalını daha da artırır. Ümumilikdə bu sahədə atılacaq addımlar həm vətəndaş məmnuniyyətinin artırılmasına, həm də maliyyə sistemində daha çox şəffaflıq və sabitliyin təmin olunmasına xidmət edə bilər. Əgər pensiya artımlarından vaxtında xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.